Rəcət şiələrin əqidəsidir, hədislərdə və Quran ayələrində də bəzən dəlillər var ki, bəzi insanlar yəni qayıdacaqlar bu aləmə. Hədislərdə var ki, hətta bəzi imamlarımız Əli əleyhissalam, İmam Hüseyn əleyhissalam qayıdacaqlar bu aləmə. Necə ki Qurani-Kərimdə, yəni bu da mümkündür zahirdə ilk baxışdan bəzi insanlara biraz çətin gəlsin qəbul eləmək, amma Allah üçün bu yəni heç bir belə desək bir məhdudiyyəti yoxdur ki, Allahın qüdrətində. Quran Üzeyr peyğəmbəri misal verir ki, 100 ildən sonra yenidən Həzrəti Üzeyr peyğəmbəri 100 ildən sonra yenidən diriltdi məsələn. Bu cürlə. Ya İbrahim əleyhissalamın o 4 dənə quşu paramparça elədi, onları çağırdı, hamısı yenidən gəldi. Bu Allahın qüdrətidir. Yəni bu bir həqiqətdir və əsasən də ədalət əsasında. Məsumların belə desək yaşam dönəmində onların haqqı əda olunmayıb. Məsumlar gərək burada hökumət eləsin. Hökumət eləməyiblər ki. Haqları əlindən Bəli. Allah özünü istəyir bu aləmdə göstərmək üçün xəlifə yaradıb. O kamil insanlarla Allahın hökmü icra olunmalıdır. Bəli. Bəşər gərək bunu görsün, bəli. Yer üzündəki doğrudan da o ki o kişinin əlinə ki, Əli əleyhissalamın əlinə 25 il bel külünc verdiniz məsələn getdi, fəqət xurma ağacı əkdi, nə bilim quyu qazdı. O 25 il əgər buyurlar ki, bütün o zamandan bu günə kimi hər nə dünyanın hansı bir nöqtəsində nə zülm olunursa, hamısı o 25 ilin nəticəsidir ki, o Əli əleyhissalamı o Allahın kitabının, Allahın vilayətinin aləmdə zuhura gəlməyinə mane oldular. Mane oldular. Bunlar da kökü hamısı qayıdır. O yenə nəfsaniyyət, dünyaya bağlılıq, nə bilim, bunlar hamısı səbəb oldu. İslamın əvvəllərində də hamısı bəşəriyyətin bir dənə müşkülü var. O da yəni bu təhsib nəfs etməmək, nəfslə mübarizə etməmək. Şeytanın vəsvəsəsi sayəsində o dünyaya olan meyillər və şəhvətlərin insana qələbə çalmağı. Hətta məsum imamı belə insan yəni öldürür. Hətta məsum imamı belə öz haqqindən, yəni Allahın yer üzündə olan höccətindən. Yəni xülasə bu ədalət əsasında bu Allahın ədalətinin təzahürüdür. Allahın ədalətinin aşkarlanmağıdır, zuhura gəlmək ki, bu gərək belə olsun. Aydındır. İmam Zaman əleyhissalamın zamanında da hədisdə var ki, Əshab-ı Kəhf diriləcək. İmam Zamanın xidmətçilərindən əsgərlən olacaq. Ümmü-Əymən peyğəmbərimizin zövcəsi gələcək. Nə cür bir xanım olub, onun haqqında oturub danışsaq bir saat danışaq. Nə cür əcib bir imanlı xanım olubdur. Bəli insanlar yenidən gələcəklər. Əhd duasında var ki, İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, hər kim 40 gün bunu oxusa, 40 gün oxusa, bu xalisanə, həqiqətən də sübhlər İmam Zamanla o əhdini təzələsə və əhdində insan sabit qədəm olsa ki, bu sübhlər əlimizə elə bil verir, hər sübh İmam Zamanın əlinə elə bil versən, deyirsən ki, İnni ucəddidu ləhu fi sabihəti yevmi haza və ma iştu min əyyami əhdən və əqdən və bəyətən ləhu fi unuqi la əhulu ənha və la əzulə əbədə. Mən bu günün sübhündə öz əhdimi, əqdimi, beyətimi ucəddidu, təzəliyirəm. Əgər 40 gün İmam Zamanla bu cür insan beyət eləsə, sırf üzündən mətndə elə 2 səhifə duada oxuyub gedəsən. Yox, həqiqətən də insan həqiqətinə varar ki, bu əhdi İmam Zamanla təzələmək, yəni nə? İmam Zamanla əhd, yəni elə Allahla əhd. Allahla əhd. İmam Zamanla beyət, Allahla beyətdir. Yəni bütün sən halal haram, bütün Quranın göstərişləri axşama kimi gərək o beyəti pozmayasan. Gündəlik yaşayışında pozmayasan. Gözünlə bir dənə naməhrəmə baxmaq beyətdən əli çəkməkdir. Yəni bu qədər zərifdir. Əgər 40 gün İmam Sadiq əleyhissalam buyurur ki, bunu hər kim oxusa, ya İmam Zamanı görər, o ağanın xidmətinə yetişər, ya ağa gəlsə, ağanın əgər bizim həyatımızda olsa, ağanın əsgərlənir. Olmasa da ağa gələndə Allah onu dirildər. Allah onu deyir. Niyə? Çünki o ləyaqət halında bu dünyadan gedibdir. Diqqət edirsiniz. Yəni o qədər 40 gün bu insan özünə, nəfsinə təlqin eləyib İmam Zamanla beyəti, əhdi
Allah buyurur: "Ufu bi ahdi, ufi ahdikum." Çox əcib ayələrdəndir də bu. Əhdimə vəfalı olun ki, əhdinizə vəfalı olun. Əhdlərdən də biri budur. Əhdlərdən də biri budur. Əgər Vəliyullaha biz əhdimizdə sadiq olsaq və bu cürünə dünyadan köçsək, yəni sənin ləyaqətin var idi, İmam Zaman gəlsəydi, aydındır. Bəli. Bəzən də buyururlar şəxsi zuhur baş verə bilər. Nəinki diqqət edirsiniz, şəxsi zuhur. Xülasə bu da bir rəcətdir də. Bəli, bəli. Allah razı olsun ustad, Allah sizi salamat eləsin.